Salam əziz abituriyentlər, bugün sizlərə mitoz və meyoz bölünmədən orada istifadə olunan düsturların əzbərləmədən yadımızda necə saxlaya bilərik, onun izahını verəcəm. Gəlin, vaxt itirmədən başlayaq. İlk öncə mitoz bölünmə haqqında danışaq. Bu dəfə bölünmənin bütün izahını verməyəcəm. Sadəcə olaraq düsturları, orada xromosom, xromatid, DNT, DNT-nin zənciri, bu məfhumları necə tapa bilərik və yaxud da necə əzbərləmədən başa düşə bilərik, onun izahını verəcəm. İlk öncə birinci mitozdan danışaq. Biz bilirik ki, mitoz bir-birinin ardınca baş verən 4 dənə mərhələdən ibarətdir. Bunlar hansılardır? Hansı ki, bizim var profaza, daha sonra var metafaza, sonra anafaza və sonuncu olacaqdır telofaza. Bu mərhələlərin hər birini siz çox yaxşı bilirsiniz. Sadəcə olaraq mən qısaca qeyd edəcəm. Deməli, ilk öncə bizim bir dənə ana hüceyrəmiz olur. Hər zaman ana hüceyrə hansı vəziyyətdə olur? Gəlin, birinci bunu yazaq. Ana hüceyrə 2N, 2C vəziyyətində olur. Elə deyil. Məsələn, burada 2N xromosom sayını, 2C xromatid sayını, bəzən bunu bu şəkildə də verə bilər. 2N, 2C, 2D şəklində. Buradakı D isə DNT-nin molekulunu bildirir. Məsələn, xromatid elə DNT deməkdir. Amma sadəcə olaraq biz fərqli şəkildə qeyd edirik. Bunu bu şəkildə yazdım. Biz ilk öncə bilməliyik ki, xromatidlər nə zaman ikiləşir, hansı mərhələdə, xromosomlar nə zaman ikiləşir, yəni sayını artırır, nə zaman saylarını azaldır, ilk öncə onlara baxmalıyıq. Yadınızda saxlayın ki, bizim həmişə ana hüceyrəmiz olacaqdır 2N, 2C, 2D, yəni normal halda ana hüceyrəmiz bu şəkildədir. Hər bir canlının hüceyrəsi çoxalmazdan əvvəl interfaza keçirməlidir. Elə deyil. Biz indi bir dənə bunu aşağı çəkim. Yuxarıya biz yazacağıq. İndi mən biraz bunu qaldırım. Bura qeyd edəcəm interfaza. Yadınızda saxlayın ki, interfazada xromatid sayı 2 dəfə artır. Sayı 2 dəfə artır. Yuxarıya ox qoyacağım. İndi normal ana hüceyrəm 2N, 2C, 2D deyildi. Xromosomu olduğu kimi saxlayıram, yəni 2N. Xromatidi 2 dəfə artırıram, olur 4C. Xromatid DNT eyni şey olduğuna görə DNT-nin də sayı artmış olur, olur 4D. Bu artıq mənim ana hüceyrəmdən interfazada olan saydır. Və yadınızda saxlayın ki, interfazada nədirsə, profaza və metafazada da eyni olur. Yəni 2N, 4C, 4D vəziyyətində. Sonra keçirəm anafazaya. Anafazada da bilməli olduğum bir məqam var. Bu nədir? Anafazada xromosom sayı 2 dəfə artır. Xromosom 2 dəfə artır. İndi xromatid və DNT-ni olduğu kimi saxlayıb xromosomu 2 dəfə artırıram. Bu zaman neçə olacaqdır? 4N, 4C, 4D vəziyyətində olasıdır. Telofazada isə yadımda saxlamalı olduğum qeyd nədir? Xromosom, xromatid bu səfər 2 dəfə azalmalıdır. Ola bilər mən sözlərdə, hərfləri nəsə yanlışlıq yaza bilərəm. Ona görə üzr istəyirəm. Amma bu hissəni ümid edirəm ki, başa düşdünüz. O zaman düsturumuz nə olacaq? Burada verilənlərin hər birini 2 dəfə azaltsaq, olacaq 2N, 2C, 2D. Biz də bilirik ki, mitoz bölünmədə xromosom sayı əmələ gələn hüceyrələrdə ana hüceyrə ilə eynidir. Həqiqətən fikir verin buna. Bir baxın. Nə görürəm burada?
ana hüceyrəmdə əvvəlcə 2n2c2d idi. Sonda əmələ gələn hüceyrəmdə 2n2c2d vəziyyətindədir. Üzərindən bir dəfə də keçirəm. Deməli, mitoz bölünməmiz profaza, bir dəqiqə, profaza, metafaza, anafaza və telofaza olan mərhələlərdən ibarətdir. Bu zaman xromosom, xromatid sayı necə dəyişir? Ana hüceyrəm var. Ana hüceyrəm 2n2c2d vəziyyətindədir. Normal, stabil vəziyyəti budur. Həmin mənim bu ana hüceyrəm bölünməyə hazırlaşan zaman interfaza keçirir. Interfazada xromatidlərinin sayını 2 dəfə artırır. Bu zaman 2n4c 4d vəziyyətindədir. İstəsəz 4d-ni deməyə də bilərsiniz. 2n4c vəziyyətindədir. İnterfazada nətər olursa, profaza və metafazada da eyni yığıma, eyni düstura malikdir. Anafazada isə xromosomun sayı 2 dəfə artır. Bu zaman 4n, 4c, 4d vəziyyətində olur. Telofazada isə bilməli olduğum xromosom da, xromatid də 2 dəfə azalmalıdır və nəticədə anafazada nə idi? 4n, 4c, 4d bu zamanda olacaq 2n, 2c, 2d vəziyyətində. Ümid edirəm ki, bu hissə sizə aydın oldu. İndi isə keçək bunun eynisini meyoz üçün yazaq. Bizim burada biraz meyozda xırdalığımız çox olacaq. Çünki meyoz bir-birinin ardınca baş verən 2 mərhələdən ibarətdir. Burada yazaq meyoz bölünmə, meyoz, meyozun birinci mərhələsi var. Bir də meyozun ikinci mərhələsi var. Burada yenə yazacağım profaza. Artıq burada P baş hərfləri ilə yazsam, məncə başa düşəcəksiniz. Profaza, metafaza, anafaza, telofaza. Eynisi burada yazıram. Profaza, metafaza, anafaza, telofaza. Sonra bu bölünmədə bilməli olduğumuz bir şey var ki, burada yazacağım ki, dəyişmir. Yəni, dəyişmir nə mənada? Xromosom sayı həmişə yadınızda saxlayın. Artır anafazada, xromatid sayı artır həmişə interfazada. Amma meyozun 2 dənə anafazası var da, elə deyil. Meyozun birinci anafazasında xromosom sayı dəyişmir. Xromosom sayı dəyişmir. Amma anafaza ikinci olanda isə xromosom necə ki mitozda dedim 2 dəfə artır. Burada da deyəcəm xromosom 2 dəfə artır. Telofazalarda da qayda nə idi? Xromosom da, xromatid də 2 dəfə nə etməlidir? Azalmalıdır. Xromosom, xromatid 2 dəfə azalacaqdır. Bu sözün eynisini bir də yazmayım. Gətirim bura, kopyalayım ki, bax başa düşəsiniz. Deməli, nə edirik burada? Qayda necədir? Mənim yenə baxıram ki, bir dənə ana hüceyrəm var. Yazaq bura ana hüceyrə. Ana hüceyrə. Ana hüceyrənin ilkin qiyməti nəyə bərabərdir? Biz bilməliyik ki, ana hüceyrə 2n, 2c vəziyyətindədir. Artıq D yazmıram. Bu vəziyyətdədir. Bu nə keçirməlidir bölünməzdən əvvəl? İnterfaza keçirməlidir. Elə deyil. İnterfazada nəyin miqdarı artır? Qeyd etdim bayaq ki, yalnız xromatidin sayı 2 dəfə artır. Xromosom 2n olaraq durur. Xromatid isə DNT ikiləşdiyinə görə 4c olur. Və interfaza nədirsə, profaza və metafaza eyni qiymət olur. Yəni 2n4c, 2n4c. Buradakı anafazada xromosom sayı dəyişmədiyinə görə elə düstur yenə 2n4c vəziyyətində qalır. Lakin telofazaya keçdikdə isə xromatidi də, xromosomu da 2 dəfə azaltmalıyam. O zaman olacaqdır n 2c vəziyyətində. Buradan keçəndə elə bilin ki, düşünün bu bölünmə bitdi. Növbəti bölünməyə başlayanda, yəni ikinci bölünməyə, bura qeyd etməyi unutmuşam. Bu ikinci bölünmədir. İkinci bölünməyə keçən zaman
arada telofaza, daha doğrusu interfaza olmalıdır kimi fikirləşək. Amma interfaza olmur. Düşünün ki, bax bu əmələ gələnlər ikinci bölünməyə keçəndə sanki bu interfazadan əmələ gələnlərmiş kimi fikirləşək. O zaman yenə profaza və metafazada eyni xromosom dəsti olur. Artıq anafazaya gəldim. Anafazada isə nə olacaq? Xromosom sayı birincidə dəyişmirdi, amma ikinci anafazada 2 dəfə artmalıdır. O zaman nə olacaq? 2N, 2C vəziyyətində. Bu C-dir. 2N, 2C. Sonuncu telofazada, yəni ikinci telofazada isə xromosomu da, xromatidi də 2 dəfə azaltmalıyam. Olacaq N və C. Həqiqətən də biz gördük ki, meyoz bölünmədə ana hüceyrənin xromosom dəsti 2N, 2C-dir. Amma əmələ gələn hüceyrə isə N-C vəziyyətindədir. Aralarında 2 dəfə azalmış fərq var. Meyozis sözünün mənası da azalma, reduksiyon deməkdir. Ümid edirəm ki, bu hissə sizin üçün aydın oldu. İstəsəz videonu əvvələ çəkib yenidən izaha baxa bilərsiniz. Aydın olmasa videonun yorum hissəsinə yazarsınız, cavablayacağam.